Hər birinizi salamlayıram. Bugün 13 aprel tarixində düşmüş 9-ların buraxılış imtahanına baxaq. 57-ci sualda tənasübdən x-i tapmağımı istəyir. Çox sadədir. Çarpaz vuraraq x vurulsun 15 bərabərdir 21 vurulsun 5-ə. 15 ilə 5 ixtisar getsə 3. 3 ilə 21 ixtisar getsə x bərabərdir 7-yə. Doğru cavab C variantı. 58-ci suala baxaq. Mərkəzi O nöqtəsində olan çevrədə ABO. ABO bu hissə yəni 22 dərəcədir. ACO isə 28 dərəcədir. Biz bilirik ki, bura x-dırsa, bura onun 2 qatı 2x olacaq və həndəsənin əsas anlayışlarına görə bu 3 bucağın cəmi oradakı 2x-i verməlidir. Tərəf-tərəfə keçirsək x bərabərdir 50-yə. C variantı. 59-cu sual yenə çox sadə bir sual. Funksiyanın qrafiki üzərindədir. Biz yerinə qoymaqla tapa bilərik. Ancaq x-in yerinə mənfi 5 qoyanda y-im 16 olmalıdır. Hesablayaq. Mənfi 2 vurulsun, mənfi 5, mənfi 10. Mənfinin üzərinə mənfi müsbət 10 üzr istəyirəm. Mənfini mənfi vuranda müsbət üstünə 6 gələndə 16 elədi. Elə doğru cavab A variantıdır ilk səfərdən. 60-cı sualda qruplaşdırma eləməliyik. M kvadratı ilə mn-i, 5n ilə də 5m-i. Qruplaşdırma eləsək olar m çıxılsın n, mötərizə xaricini çıxarırıq. Üstə gəlsin 5, m çıxılsın n. Məxrəcdə isə, məxrəci isə müxtəsərlə açsam, 25-in mən 5-in kvadratı kimi yazsam, yaza bilərəm 5 çıxılsın n, 5 üstə gələyim. Bərabərdir. Yuxarıda yenə m çıx n-lər ortaq olduğu üçün m çıx n-i bu dəfə mötərizə xaricinə çıxarıram. Kənarda qalır m üstə gələk 5. Aşağıda yenə olduğu kimi 5 çıxılsın n, 5 üstə gəlsin. Aha. İndi 5 üstə gəlin m-lər getdi. Qaldı yuxarıda m çıxın. Aşağıda da 5 çıxılsın m. Doğru cavab olacaq B variantı. Daha sonra isə 61-ci suala baxaq. 61-ci sualda yuxarını olduğu kimi saxlayıram. Aşağıda isə hesablama aparsam 20-dən 50 çıxsam mənfi 30. Biz bilirik ki, mənfini mənfiyə böləndə müsbət olacaq. Ona görə heç mənfi cavablar avtomatik çıxa bilərəm. İxtisar aparsam 15 ilə 30 getsə burada 2. 56 ilə də 14 getsə burada 4. 4-ü 2-yə böləndə 2. Burada variant düşməyib olacaq D variantı 2. 62-ci sualda təniklər sistemində tərəf-tərəfə toplasam, x-lar gedər. 3x bərabərdir 6-ya, x bərabərdir 2-yə. Elə məndən x istəyir. Burada da yenə y variantı düşməyib olacaq y variantında 2. 63-cü sual baxaq. Düzbucağının uzunluğunu 40%, enini isə 20% azaltdıqda bunun ən sadə yolu belə götürə bilərik. Buranı 10 götürək, buranı da 100 götürək. Düzbucağının uzunluğunu 40% azaltsaq, uzunluğu 100-ün 40% ilə 40-dır, azaltdığı oldu 60. Onun da 20% azaltsaq, n 10%, onun 20% ilə 2-dir, çıxdıqda qaldı 8. Oldu 480. Yəni bu olmalı idi 1000, oldu 480. Nə qədər azaldı? 52%. Tərəfi 64 olan yenə çox sadə suallardan biri. A12-dirsə biz bilirik ki, kvadratın perimetri 4A-ya bərabərdir. 4 vurulsun 12, yəni 48. Doğru cavab B variantı. Daha sonra növbəti sualımıza baxaq. Tənliyi həll edin deyir. 3 ilə 6 ixtisar getsə 2, x çıxılsın 2 bərabərdir 2-yə, x bərabərdir 4-ə. Burada yenə variant düşməyib. Ona görə olacaq x, burada bir variant qeyd edək, D variantında olsun 4. Doğru cavab olacaq 4. Daha sonra buna baxaq. Bu sualda biz bilirik ki, bura ümumi 180 olmalıdır. Bura 90-dırsa, deməli bu hissədə 90-dır. Bura 25 veribsə 90 olması üçün bura 65 dərəcə çatmır. Bizdən də AOD-ni istəyirlər. AOD 65 dərəcə olacaq A variantı. 67-ci suala baxaq. Yenə burada ortaq vuruq kimi x plus y-ləri mötərizə xaricinə çıxarsaq, qalar C çıxılsın D. Yenə çox sadə suallardan biri olacaq Y variantı. Növbəti. İlk 10 natural ədədin təsadüfi seçilmiş birinin sadə ədəd olması. İlk 10 natural ədədin içində sadə olanlar 2, 3, 5, 7-dir. İlk 10-un içərisində olacaq 10-da sayı 4 oldu. 10-da 4. 10-da 4-də ixtisar eləsək olacaq 5-də 2. C variantı. 69-da kubun tilini 2 dəfə azaltdıqda biz bilirik ki, kubun tili həcmi A-nın kubuna bərabərdir. Yəni bu 2 dəfədirsə olacaq 8 dəfə.
70-də əkobu istəyir. Biz bilirik ki, bölən olarsa, burada o əkobu olacaq böyüsü 36 dərəcə. Ard-ardınca gələn ədədlər qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərin əbobu 1-ə bərabərdir. 36-nın üstünə 1 gələndə eləyəcək 37. Burada yazacağım Y variantı 37. 71-ə baxaq. 71-də deyir ki, ilk öncə A ilə B-ni kəsişdir. Kəsişdirmədə ortaq olanları götürürdük. 1, 2, 5-i götürdüm. Daha sonra isə deyir çıx S-ni, yəni 1, 3, 0, 1, 3, 6. Eyni olanları çıxsaq, 1-i çıxdıq, qaldı 2 ilə 5 D variantı. Növbəti sualımıza keçək. Növbəti sualda biz vuruqları ayırarıq. 10-a üstə gəlsin bir dənə B. Yəni burada təkliklərin yerində B, onluqların yerində A durduğu üçün 10A olur. Burada isə əksinə olacaq 10B üstə gələk. A bərabərdir. Mörtəzəni də vurub açsam 88A çıxılsın 88B. Deməli 10-a'nın üstünə 1A gələndə 11A. Buradan da 11B bərabərdir 88A çıxılsın 88B-yə. Tərəf-tərəfə keçirsəm, onlar deməli 99B bərabərdir 77A-ya. İxtisar eləsəm, olacaq 9B bərabərdir 7A-ya. Biz bilirik ki, burada A bərabərdir 9A, B bərabərdir 7-yə. Bizdən də AB ədədini istədiyi üçün gətirib yerinə qoysaq, olacaq 97 doğru cavabımız. İndi isə burada mötərizə var. İndi biz bu mötərizənin hər tərəfini vurub açsaq, bir-bir. Bununla bu 2 gedəcək. Bu 2-ni bu 2-yə vursaq, yəni burada 2 vurulsun olub, bununla bu gedəcək. Bir dənə qalacaq, bu vurulsun 2. Bu da baxın, sizə bu hansı nöqtəsəl vurma düsturuna oxşadır. A-nın kvadratı, B-nin kvadratı üstə gəlsin, 2 vurulsun A və B. Bu olacaq 2 tam %85 üstə gəlsin. %15-in kvadratı, yəni A üstə gəlsin B-nin mötərizə kvadratına. Bu da eləyir 10. Onun da kvadratı eləyir 100. Doğru cavabımız olacaq 100. 74-cü suala baxaq. Deyir ki, bərabər yanlı element üçbucağının sahəsi bərabər tərəfli ABC üçbucağının sahəsindən 16 dəfə böyükdür. Biz bilirik ki, əgər oxşarlıq varsa, bu 16 dəfə böyükdürsə, deməli tərəfi olacaq ondan 4 dəfə böyük. Bunun da perimetrini, ABC-nin perimetrini verib mənə 9. Bərabər tərəfli olduğundan hər bir tərəfi bir-birinə bərabərdir. Element üçbucağı sahəsi 16 dəfə böyük olduğundan tərəfi 4 dəfə böyük olacaq. 3 vurulsun 4, buralar da olacaq 12, 12. Ona görə doğru cavabımız olacaq 12. Bizdən tərəfini istəyir. Daha sonra qarşı təpələrindən biri koordinat başlanğıcında, digəri isə bu nöqtədə olan. Deməli, biz çəkdik. Koordinat başlanğıcı biri burada yerləşir. Bura biz bir A nöqtəsi deyək. Daha sonra deyək ki, 8 və mənfi 8. Mənfi 8 burada olacaq, 8 burada, bu da burada olacaq. Burada bir kvadrat əmələ gəldi. Deməli, bunun tərəfi olacaq 8. Biz bilirik ki, kvadratın da sahəsi A kvadratına bərabərdir. Yəni, olacaq 64. 76-ya baxaq. Ədədləri üçün x vurulsun y bərabərdir 6-ya, y vurulsun z bərabərdir 18-ə. Ən kiçik qiymətini deyirsə, ən aşağı qiymətləri qoymalıyıq. X-in yerinə 1 qoyaq. X-in yerinə 1 qoysaq A 6 olacaq, z isə təbii ki 3 olacaq. 6-ın 3-ə vuranda 18 eləyir. Biz də bunları toplasaq, 6 üstə gəlir, 3 üstə gəlsin 1 bərabər eləyir 10. 77-yə baxaq. 77-də İlk öncə yuxarıda yazmalıyıq bir-birinin hasilini. 5 çıxılsın 2 kökdə 6, 5 üstə gəlsin 2 kökdə 6-ya. Daha sonra isə aşağıda isə cəmini toplanmağımız istəyir bizdən. 5 çıxılsın 2 kökdə 6, üstünə gəlsin 5 üstə gəlsin 2 kökdə 6. 2 kökdə 6-lar getdi. Yuxarıda da baxın, A çıxılsın B, A üstə gəl B-nin müxtəsər vurma açılışıdır. Yəni, A kvadrat çıx B kvadrat olacaq. Yəni, 5-in kvadratı çıxılsın 2 kökdə 6-nın kvadratı. Aşağıdakı 5-in üstünə 5, 10. Bu da eləyir 25 çıxılsın 2-nin kvadratı 4 vurulsun kök altında 6-nın kvadratı verir 6. 25-dən də 24 çıxıb 10-a böləndə eləyir 0, 10-da 1. Yəni, 10-da 1 eləyir cavabımız. Keçək isə indi əsas suallara. 78-ci suala baxaq. Deyir ki, 2 yeşikdə birlikdə 50 kiloqram qənd var. Yəni, gəlin buradan yazaq. X-in üzərinə Y gələndə 50 eləyir. Mən birinci yeşiyə X, ikinci yeşiyə Y deyirəm. Daha sonra isə deyir ki, yeşikdən 3 kiloqram, ikinci
6 gündən söhbət getdiyi üçün, 6 gün olduğu üçün birincidən 3 kiloqram getdisə olacaq x çıxılsın 6 vur 3 yəni 18 bərabər olar dedikləri üçün bərabərdir yazıram. İkincidən də çıxacaq gündə 2 kiloqramdan 6 günə olacaq 12 kiloqram. Y çıxılsın 12. Bunu tərəf-tərəfə keçirsək x çıxılsın y bərabər də olar 6-ya. Gətirib burada sistem tənlik şəklində yazsaq y bərabərdir 50-yə, x çıxılsın y bərabərdir tapdıq 6-ya. Tərəf-tərəfə toplasaq y-lar gedər. 2x bərabərdir 56-ya, x bərabərdir 28-ə. Mən birinci yeşiyə elə 28 demişdim. Məndən də birinci yeşiyi istədiyi üçün cavab olacaq 28. 79-a baxaq. Satış zamanı 5 şar patlanmışdır. Aha. Deməli 12 qəpiyə alıb 15 qəpiyə satırsa, deməli 3 qəpik xeyri var burada. Biz də şarların ümumi sayına bir x desək, olacaq 3x. Yəni qəpiklərin sayına vururam. Burada da 5 şarı patlamışdır. 5 şarda vursaq 12-yə, olacaq 60 qəpik ziyandadır. Çıxma olacaq. Böyükdür 6 manat, yəni 600-dən. 6 manatdan deyək ki, çünki çox gəlir əldə etsə. 3x böyükdür 660-dan. 660-ı da 3-ə bölsək, olacaq x böyükdür. Deməli, 220-dən. Ən azı dediyi üçün 220-dən böyük ən kiçik ədəd hansıdır? 221. Doğru cavab olacaq 221. Düzbucaqlı üçbucağın katetlərindən biri digərindən 2 sm. Aha, gəlin bunu aşağıda yazaq. Düzbucaqlı üçbucağımızı çəkək. Bizə deyir ki, digərindən 2 sm böyük, hipotenuzundan isə 2 sm kiçikdir. Yəni, bura olsa x, deyəcək digəri 2 sm kiçikdir, hipotenuzundan isə 2 sm böyükdür hipotenuzu. Aha, indi biz bunu Pifagora görə x çıxısını 2-nin kvadratının üstünə katetlərinin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Olacaq, açsaq bunu x kvadratı çıxısın 4x, üstə gələk 4, üstə gələk x kvadratı bərabərdir. Yenə bunu da müxtəsərə görə açırıq. X-in kvadratı üstə gələk 4x, üstə gələk 4. Deməli, buradakı 4 ilə buradakı 4, x kvadratlar da getsə, qalır x kvadratı çıxılsın. Bu 4x bu tərəf keçsə olur mənfi, yəni 8x bərabərdir 0-a. X-i mörtərizə xaricinə çıxarsaq, x çıxılsın 8 bərabərdir 0-a. Əgər hasil 0-a bərabərsə, deməli, vuruqlardan biri 0-dır. Ya x 0-dır, ya da x minus 8 bərabərdir 0-a. X bərabərdir olacaq 8. 0 ola bilmədiyi üçün biz 8-i götürəcəyik. 81-ci suala baxaq. Burada oldu doğru cavab 8. Yox, bizdən hipotenuzu istəyir. Hipotenuzda 2 sm böyüyü də axı. Ona görə olacaq 8 üstə gəl 2, yəni doğru cavab olacaq O variant. 10. 81-ə baxaq. Şəkildə verilən fiqurda BC parçası mərkəzi O nöqtəsində olan yarımçevrənin diametridir. BC qoyusunun uzunluğu 4pi-dir. Əgər bura 4pi-dirsə, biz də bilirik ki, bu yarımçevrədir, düzdür. Bunu belə buradan tamamlayaq. Bu 4pi-dirsə, ümumi uzunluq olacaq 8pi. 8pi bərabərdir, uzunluq düsturu da 2pi r-dir. Pilər ixtisar getsə, 8 ilə 2 ixtisar getsə, radiusu tapdıq 4. Radiusum 4-dürsə, bura olacaq 4. Məndə də verib ki, AO 6-dır. Deməli, bu hissə olacaq 2. Bu hissə olacaq 8, 4, 4 olacaq 8. Bunu 2 üsulla hesablaya bilərik. Ya bir dəfə, gəlin elə biz asan yolla hesablayaq. Bir dəfə 3 bucağı hesablayaq, buradakı 3 bucağı. Daha sonra da bu yarım çevrəni hesablayarıq. Deməli, 3 bucağın düsturuna görə hesablasaq, olacaq 3 bucağın sahəsini hesablasaq, 6 vurulsun 8, bölünsün 2, yəni 2-də 1 AH. İxtisarlarımı aparsam, qalır 24. 48-i 2-yə böldüm, 24. Deməli, dairənin sahəsini tapsaq isə, burada yarım çevrə var, yarım çevrənin sahəsi. Deməli, ümumi dairənin sahəsi pi r kvadratına bərabərdir. Lakin biz yarım çevrə olduğundan bunu 2-yə böləcəyik. Gətirib yerinə yazsaq, 4-ün kvadratı 16 pi bölünsün 2, o da eləyir 8 pi. Bunun da sahəsini ümumi tapmağımızı tələb elədiyi üçün 28 üstə gəlsin 8 pi olaraq qalacaq.